Selamünaleyküm. Benim adım Məqsəd Abbasov. Güya bu videolar görmüşsünüz ana, kömək eləmişsiniz. İcra vaxtıdır burada at oynadır. Averlə məşğuldur. Mən uşağımı qoymuşam əsgəriyə. Allahın haqqı. Mənim uşağımı Pavluska yollamayın. Mən yollamayacağım. Mən Azərbaycan vətəndaşı deyiləm. Yaxşımı? Xahiş edirəm mənim uşağıma Pavluska yollamayın. Mən imtina edəcəm Azərbaycan vətəndaşlarına. Kömək eləmişsiniz, eləməyirsiniz. Ünvanı sosial yardım deyirəm, iş yeri lazımdır. Mənim iş yerim vardı, sosial neyinirdim mən? Ha? Neyinirdim mən sosial, iş yerim vardısa da. Mən uşağımı qoymuşam əsgəriyə. Mənim uşağıma Pavluska yollamayın. Allah'ım haqqı qoymaram. Türməyə saldıraram, amma qoymaram uşağıma. O Pavluska gətirən düyünü yıxaram, onu yollatdıram da. Mal lazımdır. Güya görmürlər də mənim bu videomu TikTokda. Ayrı vaxtı bir dənə çaşam, gönlətər adamı yazıq eləyərlər. Güya görmürlər də kömək eləmirlər. İcra vaxtıdır, burada məmurlar, bələdiyyədir, hamısı at oynadır burada. Heç kimə kömək eləmir. Mən qazımı işığın pulunu verəmirəm. Hökumətin xəbəri varmı? Mən şu ağa nə zulümlə baxıram. Ha? Hər şey o qiymətinədir. Məmurların heç vecinədir ki, ya deputatların. Mən qoymayacağım uşağımı əsgəriyə. Xahiş edirəm mənim uşağıma Pavluska yollamayın.